Salam, mən Space Tədris Mərkəzinin elektronika və robotexnika müəllimi Nizat müəllim. Bugün sizə rezistorların ardıcıl və paralel qoşulması haqqında məlumat verəcəm. Şəkildə gördüyünüz birinci dövrə rezistorların ardıcıl qoşulduğu dövrədir. Orada bunun düsturu bütün müqavimətlərin cəmi qədər olur. Burada gördüyümüz R toplam, yəni rezistorların bu tərəfindən ölçdüyümüz müqavimət sayılır. Bu zaman ardıcıl qoşulanda müqavimətlərin cəmi olur toplam müqavimət. Paralel qoşulmada isə rezistorların sonları digər rezistorların sonlarına, rezistorların başlanğıcları isə digər rezistorların başlanğıclarına birləşmiş olur. Burada isə toplam müqavimət, yəni burada ölçdüyümüz müqavimət bu şəkildə bir düsturla ifadə olunur. Paralel qoşulmada rezistorlar azalır. Əgər bütün 3 dənə rezistor, yaxud nə qədər rezistor qoşulsa, onlar bir-birinə bərabər olarsa, onları vahid bir R şəklində ifadə etsək, toplam müqavimət bir müqavimətin 3/1 qədər olmuş olacaq.